Salam əziz dostlar. Bugün bizim çox maraqlı bir qonağımız var. Ee, Tədqiqatçı alim Eyvaz Taha. Eyvaz bəy, xoş gördük sizi. Sizi de hoş gördük. Çok sağ olun beni davet ettiniz. Teşekkür ederim. Eyvaz bəy bizim Güneydəndir. Eyvaz bəy uzun illər dil məsələsi, dil fəlsəfəsi ilə məşğul olur və bu gün bizim söhbətimiz elə dil məsələsi üzərində qurulacaq. Bildiyiniz kimi bu il 25-ci il artıq bitir və çox maraqlı bir bu ildə yubileylər, müxtəlif tarixlər qeyd olundu. Ən önəmlisi də mənim fikrimcə İkinci Dünya Müharibəsinin bitməsi idi. Bəşər tarixində belə qırmızı bir xətt çəkmiş İkinci Dünya Müharibəsi. Və bu İkinci Dünya Müharibəsinin bizə də təsiri çox böyük olub. Bizə Azərbaycanlılara istər quzeydə, istər güneydə. O cümlədən 21 Azər hərəkatı da elə İkinci Dünya Müharibəsinin təsiri nəticəsində yaranmış bir hərəkat idi. Buna Seyid Cəfər Pişəvəri hərəkatı deyilir, milli hökumət də deyilir. Müxtəlif adlar verilir. Yəni bu tarixi bir fenomen idi və bu fenomen çox maraqlı bir nəticələrə gətirib çıxartdı. Bu bizim dil burada ən önəmli bir faktor kimi çıxış eləyirdi Güneydə, həmin bu milli hökumətdə. Mən indi istəyirəm sözü sizə verim, Eyvaz bəy. Sizin fikirləriniz çox maraqlıdır. Həm bu məsələlər barədə, məsələlər ətrafında, həm də ən əsas bu dil məsələsində. Buyurun. Elmir Bey, ben mevzumuza geçmezden önce mahpusta olan siyasi ve medeni faallarımıza azadlık arz edirəm. İnşallah. Onlar e, başta Əzimi Qədim, Tahiri Nəqəvi, Vədud Əsədi və başqaları olmaqla hamısının adını çəkmirəm üçün çoxdular. Onlar bu saat həbsdədirlər və Tahiri Nəqəvi ilə Vədud Əsədi acılıq elan ediblər. Onlardan da buradan səslənirəm, acılıqlarına son qoyulmasını istəyirəm. Onlar bizim xalqımıza lazımlı insanlardılar. Onlar bizim mədəniyyətimiz, dilimiz, ideologiyamız, ədəbiyyatımız yolunda həbsə düşüblər. Onlar heç bir qeyri-legal demək olar davranışa əl atmayıblar. Tezliklə onları ailələrinə və bizim xalqımıza qayıtmalarını arzu edirəm. İnşallah. Amma əsas məsələ, bilirsiniz, sabahları Güney Azərbaycanda 21 Azərdir. Və 21 Azər Əlbəttə. mərkəzi hökumət vaxtı ilə bunu Azərbaycanın Necat günü, Qurtuluş günü adlandırmışdı. Amma bizə bu neşbət günüdür. Bizə yenilgi günüdür. Amma bu yenilginin içindən böyük tarixi sonuçlar da Pişəvəri və onun hökuməti bizə ərmağan etdilər. Mən dünən farsça yazdığım bir məqalədə geniş də reaksiya doğurdu. Orada dedim ki, Pişəvərinin adı o qədər böyükdür ki, demək olar İran bu 80 il tarixində heç kəsə bu qədər mərkəzçil şəxsiyyətlər, təfəkkürlər, yazarlar və araşdırma qurumları bu qədər söyüş yağdırmamışdı. Və bu söyüşün vüsətindən, ölçüsündən görünür ki, Pişəvəri ölməzdi və əlbəttə ona yağdırılan bu alovlu söyüşlər bizim mədəniyyətimizi, bizim kimliyimizi diriltdiyi üzündəndir. Və biz ona 80 ildən sonra yenə də öz təşəkkürümüzü, öz qəlbi məhəbbətimizi bildiririk. Təbii ki. Pişəvərinin biz üçün əsas konsepsiyası ədalətlə, sosial demokratiya ilə bərabər dil məsələsidir. Bilirsiniz, Rızaxan zamanında bizim dilimiz hətta ibtidai dərsliklərdə pislənilirdi. Türklər vəhşi insanlar adlandırılır. Elə bir türklər ki, Möhtəsəm xəlifə zamanından ya xilafəti öz əllərinə keçirmişlər, xilafətdə ordu başçıları idilər, hətta xəlifələri dəyişirdilər və onun kənarında da böyük silsilələr, böyük xanədanlar, yəni böyük Səlcuqlulardan tutmuş Məlikşah Səlcuqi, Malazgirt demək olar,
zəfəri kimi böyük zəfərini yaradan böyük insanlardan tutmuş Qəznəvilərdən, Xarəzmişahlərdən, Elxanlardan, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Əfşar, yəni Atabəylər, bütün tarix bunların seytərəsi, bunların hegemoniyası altında ola-ola bu dərsliklərdə demək olar bir e, adi bir qazağın gəlib orada şahlıq kürsüsünə dırmanması ilə təsəvvür edirdilər ki, bu təhqirlərlə türk amilini Məmaliki Məhrusə siyasətindən siləcəklər. Onun adı Məmaliki Məhrusə idi, İran deyildi. İran 1900 güman edirəm 35-də Rza xanın istəyi ilə İran adı qoyuldu bu təbii ki. coğrafiyaya. Hətta bu belə Orada deyək, bura bir əlavə eləmək istəyirəm bizim dinləyicilər üçün. Bu kimlik Aryan kimliyi də, yəni bu əslində Avropanın ixtirası idi. Aryan kimliyi, bu cür anlayışlar, bu anlayışlar mövcud deyildi İranda və 19-cu əsrin ikinci yarısında düşünülmüş bu kimlik gəlir çıxır üzr istəyirəm. Gəlir nasistlərin hakimiyyəti vaxtı 1933-cü ildə bilirsiniz də Adolf Hitler gəlir Bundeskansler təyin olunur və nasist Nasional Sosialist Partiyası 33-cü ildə parlament seçkilərində tam qələbə çalır. Nasistlər hakimiyyətə gəlirlər. Bundan sonra sizə deyim ki, İranda da şah ürəklənir və özünü açıq-aşkar İran padşahı adlandırmağı tələb eləyir Millətlər Liqasından. Bu hadisələrin birbaşa əlaqəsi var bir-biri ilə. Yəni bunu bilmək lazımdır bizim dinləyicilər üçün dedim. Bağışlayın sizin nitqinizi kəsməkdən davam eləyin lütfən. Buyurun. Bəy, burada bir məsələ təəssüflə mənim diqqətimi çəkir. O da türklərin bu assimilasiyada özlərinin iştirakidir. Təbrizdən bizim 3 böyük mütəfəkkirimiz var. Seyid Həsən Təğizadə, Kazımzadə İranşəhr və Təği Ərani. Bunlar birbaşa Fars şovinizminin hakimiyyətə gəlməyində iştirakları olmuşdur. Bunların əlbəttə məsələsi bu idi ki, yəni hər bir hökumətin disidenti başqa bir ideologiya özlərinə seçməli idilər. Bunlar güman edirdilər ki, Qacar əleyhinə başqa bir ideologiya seçməklə bunlar qələbə qazanacaqlar. Amma Seyid Həsən Təğizadə 1968-də Abbas Zəryabuxoyu, mənim ustadım idi Abbas Zəryabuxoyu, öz dilindən eşitmişəm. O zaman da senatın rəisi idi, deyir ki, biz böyük səhv etdik. Biz dilimizi, paltarımızı dəyişə bildik, amma dilimizi dəyişə bilməzdik. Həmişə türk aksendi ilə biz danışdıq və həmişə təhqir olduq. Hər halda burada Rza xan demək olar hökuməti, əlbəttə Rza xan elə bir mədəniyyətli bir adam deyildi. Onun çevrəsində məsələn Məhəmməd Əli Furuği kimi, Seyid Həsən Təğizadə kimi ziyalı insanlar var idi və bunlar bu siyasəti formalaşdırdılar ki, burada biz bir mərkəzi konsepsiyanı dağıdaq. Yəni kimliyin əsas simgəsini, simvolunu dağıdaq. O da dil idi. Və 1900 demək olar 41-ci ildə, yəni Rza xan gedəndən sonra topluma bir azadlıq gəldi və İranda türk dili yenə də yenidən cücərməyə başladı. Mən burada təfərrüata toxunmuram. Bu tarixi təfərrüatı bu zeydə məndən yaxşı bilirlər. Mən dilin özünün mahiyyətinə keçirəm. Bizim Azərbaycan Respublikasında misal verim. Çünki bizim güneydə o qədər də dil ənənəmiz, məktub dil ənənəmiz güclü deyil və biz yazı şivəmizdə demək olar Azərbaycanı, Azərbaycan Respublikasındakı meyar dili yamsılayırıq. Onda bəzən kiçik dəyişikliklər aparır, amma base, təməl, əsas odur. Azərbaycan Respublikasındakı dil təsəvvürü kökündən yanmışdır. Dilə baxış, hətta dilçilik dairələrində, dilçilik çevrələrində təəssüflə yanmışdır. Yanlışlıq hardan gəlir? Yanlışlıq buradan gəlir ki, bunlar güman edirlər. Bu da tək Azərbaycana aid deyil. Yəni, hətta Fars mühitində, hətta Türkiyədə, hətta Ərəb dünyasında da bəzən biz bununla geniş qarşılaşırıq.
Bunlar təsəvvür edirlər ki, dil bir iletişim vasitəsidir. Düşüncəni, öz mənviyyatımızı ifadə etmək vasitəsidir. Halbuki bu təsəvvür dilin ən kiçik funksiyalarından biridir. Dilin ən kiçik funksiyası ifadə aracı olmaq, ifadə vasitəsi olmaqdır. Burada mən çox geniş danışa bilməyəcəm. Əgər olsa biz gələcəkdə çox geniş bir haqda danışa bilirik. Əlbəttə. Zamanımızın burada qısalığına görə. Mən Konfüsiyusdan, Çin filosofu Konfüsiyusdan bir misal verim. O deyir ki, əgər hökumətlər dili tənzimləməsələr, ictimai səadəti toplumda qaranti edə bilməyəcəklər. Çox qəribə bir sözdür. Yəni, tarixin dərinliklərindən gələn bir sözdür. Amma Herderə qədər, Alman filosofu Herderə qədər dilin bu funksiyasına qərb fəlsəfəsinin diqqəti çəkilməmişdi. Qərb fəlsəfəsində istər Əflatun, istər Aristotel və Rönesansdan sonra istər Descartes, hətta Kant özü çox böyük filosofdur. Yəni dünyanın ən 4 filosofunun biri həmişə sayıla bilir. Təbii ki. Bunlara qədər bir təsəvvür var idi. Təsəvvür edirdilər ki, bir dünya var. O dünya bizim, çox sadə istəyirəm danışam, biraz endirgəməçi danışam, çünki adi oxucular da buna qulaq asa bilərlər. Əlbəttə Kant əgər buna qulaq assaydı, çox əsəbləşərdi ki, niyə mənim sözüm bu qədər sadələşdirilib? Niyə sadələşdirir? Çünki Hegel deyirdi, qabaqlar mən yazdıqlarımı mənlə Allah başa düşürdük. Təzəllikdə tək Allah başa düşür, mən də başa düşmürəm. Burada Kanta qədər fikirləşirdilər, bir dünya var, o dünyanın zehnimizdə inikası düşüncədir. Dünya zehnimizdə münəkkis olur, öz əksini tapır və bilgi yaranır, idrak yaranır, düşüncə yaranır. Yəni təfəkkür. Mən burada həm də eksistensiya yaranır da, Kantda budur, Bewusstsein. Əsas onun ehkamı budur da, Bewusstsein. Rusca, Farsça, ərəbcə kəlmələrindən biraz istifadə edəm, amma harada çətinlik yoxsa onun qarşılıqlarını da deyə bilərəm. Burada bu inikas fikirləşirdilər ki, bir dünya var, o dünya çox birbaşa, çox təmiz, eyni ilə zehnə yansılayır və zehn onu düşüncə kimi bayra injection edir, onu bayra üfürür, püskürür. Amma Herder çox mühüm bir məsələyə vardı. Çox mühüm bir məsələ. O da budur ki, bu başa düşdü ki, bu arada bir amil yaddan çıxıb, o da dildir. Yəni, düşüncə birbaşa dünyanın inikası ola bilməz. Düşüncə dil süzgəcindən keçir. Hətta o qədər ifrata varır ki, dil eyni ilə düşüncədir. Dil eyni ilə düşüncənin özüdür. Və bununla da bəşər tarixində Von Herder böyük bir mübahisə açır. Və bu mübahisənin 3 qəhrəmanı var. Üçü də H ilə başlanır, H hərfi ilə. Biri Herderdir, biri Humboldtdur, biri Heidegger. Əlbəttə Herder, Humboldt bir ayrı sahədən irəli gedirlər. Heidegger həqiqətən gözlənilməz bir bucaqlara, gözlənilməz bir ənginliklərə bizi dil sahəsində aparıb çıxarır. Yəni Heideggerdə dil varlığın evinə çevrilir. Əgər dil olmasa insanlıq da yoxdur. Bilirik, əlbəttə Aristotel bunu demişdi. Demişdi ki, insan nitq ilə heyvanlardan seçilir. Burada da nitq demək olar dildir də, dil bacarığı. Orada əlbəttə seçilmək, o bütün düşüncəni, logosu, məntiqi hamısını gətirib bunun içində yerləşdirirdi. Amma Heidegger buna yeni bir boyut verdi türlər demişkən. Yeni bir ölçü, yeni bir dimensiyon bağışladı. Və bu təəssüflə Sovet dilçiliyinin ya maraq dairəsindən qıraqda qaldı, ya da inayətlərindən, ya da siyasi bir məsələ idi. Çünki bilirsiniz, Stalinin elmlərə baxışı və onun nəzarəti altında olan qurumların elminə necə ideolojik davranırdılar. Oradan bu yana
demək olar dil Sovet İttifaqında tamamilə bir ideologiyanın ifadə aracına çevrildi. Bu Hətta bunlar gəldilər dilin bütün ucucaqlarında, bütün emosional sahələrində, hətta kəlmələrin emosional yükündə bunlar əl apardılar. Hamısını mühəndislik elədi. Hamısını mühəndislik. Eyvaz bəy, bir haşiyə çıxın. Bu əslində Buyurun. tək Stalinizmin fenomeni deyildi. Bu 20-ci əsrdə, belə deyək də, ümumi böyük bir trend idi. Nasional sosialist trendi də bunu daşıyırdı. Məhz dilin üzərində müxtəlif ideoloji yüklər, hökmən dil də bu ideologiyanın bir xüsusi bir belə bir aləti idi. Hətta Viktor Klemperer adlı bir alim var. Yəqin ki, onun adını eşidiblər çoxları. Bəli, bəli. Məşhur dirijor Otto Klemperin qardaşıdır. O Yahudi idi və nasional sosializmdə e, tam təsadüf nəticəsində sağ qalmışdı və onun çox maraqlı bir möhtəşəm kitabı var. Üçüncü İmperiyanın dili də adı. Demək, Üçüncü Reyxin dili, yəni orada bu professor, dilçi alim yazır ki, mənim sevimli, yəni doğma alman dilimi nasional sosializm quruluşu nəyə çevirdi? Və o gündəlik şəklində yazdığı həmin o əsərdə hər gün zavodda onu məcbur eləyirdilər gündə 16 saat işləsin, qul kimi. Amma o diqqətlə qulaq asırdı radioda Goebbelsin nitqlərinə və orada qeydlərini eləyirdi hər axşam ki, Alman dili metaforaya uğrayıb. Necə dəyişilib sözlərin mənası, necə dəyişilib yüklər. Məsələn, fanatik sözü çox mənfi bir yük daşıyırdı Alman dilində həmişə. İndi də mənfi daşıyır da bütün dünya dillərində. O zaman fanatizm, fanatik sözü çox müsbət bir yerə gəlmişdi. Hər gün demək Goebbels deyirdi ki, biz fanatikcəsinə öz fikrimizi yeridəcəyik, fanatik kimi sona qədər gedəcəyik. Yəni bir çox məsələləri belə qeyd edilir. Bu yəni tək Stalinizmdə yox, belə deyim də bütün qərb dünyasında da baş vermiş bir fenomen idi. Amma başqa tərəfdən sizin bir fikriniz, bax bu dilin özünün insanın ümumiyyətlə yəni eksistensiyasının, düşüncəsinin əsası olması haqqında maraqlı bir sitat var. Bir dəqiq deyəməyəcəm indi, gərək baxım mənbələrə. Bir monarxın fikri idi bu, demək, o demişdi ki, deyilmiş düşüncə, sözə gətirilmiş düşüncə artıq yalandır. Yəni biz nələrisə düşünürük daxilimizdə bir varlıq kimi. Bunu hiss edirik. Bu hissləri dilə gətirəndə, sözə gətirəndə artıq o yalan olur. Başa düşürsünüz də fikri? Yəni bu hisslərin sözləşdirilməsi mümkünsüzdür. Ona görə məsəl üçün başqa sənətlər yarandı, pantomim sənəti yaranıb, yaxud Yapon teatrı, xüsusi bir teatr var, sözsüz teatr. Musiqi sənətinin özü. Yəni bu magik belə tərzdə hisslərin bir-birinə ötürülə bilməsi. Çünki sözlə bunun deyilməsi mümkünsüzdür. Yəni bir çox mədəniyyətlərdə bu var və musiqi kimi fenomenin yaranması da yəni buna dəlalət eləyir. Biz fikrimizi davam elətdirək, Eyvaz bəy. Siz demək düşünürsünüz ki, dil yəni ümumiyyətlə millətləşmə prosesinin ən vacib tərkib hissəsidir. Mən belə başa düşdüm. Ən vacib. Yəni bilirsiniz, mən hətta burada bu Stalini məsəl çəkməkdə Qərbidə bir linguistik dönüş adında bir şey var. Bu Frege Wittgenstein'dan bu yanadır. Yəni onlar əlbəttə bu qərara gəldilər ki, yəni birinci Wittgenstein də nəzərim deyil, ikinci əlbəttə bu haqda sonralar danışarıq. Orada bunlar dilin əhəmiyyətini o qədər qabartdılar ki, Anglo-Sakson dünyasının analitik fəlsəfəsi dil fəlsəfəsidir. Hətta Wittgenstein deyirdi ki, siz dildəki nöqsanları, dildəki kəkəcləmələri, pəltəklikləri aradan qaldırın, fəlsəfə aradan geçsin. Fəlsəfə dilin nöqsanları, dilin çatlarında yaranır. Yəni bu həddə bunlar, hətta postmodern axımların əksəriyyəti dil fəlsəfəsidir. Yəni siz bunlara baxanda... Bilirsiniz, Eyvaz bəy, maraqlı yerə gəldiniz. Wittgensteinin adını çəkəndə həmişə onun o fikri yadıma düşür ki, demək, fəlsəfənin əsası lingvistikadır. Belə bir fikir yazmışdı da. Və onda, bilirsiniz, orada
danışanda bizim hürufizm yadıma gəlir. Bizim bu Nəiminin hərəkatı, onun şagirdi Nəsimi, onlar hürufilik bir belə bir bilirik də biz bunu burada var. Yəni hərflərin metafizikası kimi. Sanki əsrlər arasından bir köprü var idi. Wittgenstein'in o fikirləri əlbəttə çox təsir eləyib, dərindən təsir eləyib. Lingvistikanın baş elm olması haqqında. Çünki adını çəkdiyiniz qədim Yunanlar deyirdi ki, əsas elm, yeganə bir elm var, fəlsəfədir. Fəlsəfədən başqa bir elm yoxdur. Bu isə gəlib çıxartmışdı ki, lingvistikadan başqa bir elm yoxdur. Buyurun, Eyvaz bəy. Yani, Çox maraqlı söhbət. yani, Mənə çox maraqlı. hatta diyebilirim ki, hatta bunu diyebilirim ki, postmodern felsefede bizim bu felsefenin içinde bir nefer var, Jacques Lacan. Dünyanın ikinci büyük Lacan. analistidir. Ama bu adam özün postmodern anlatmır. Ama bunun bütünlükle demək olar o psikologiyası dilin üzerinde kurulmuş. Onun bir maraqlı sözü var. Deyir ki, insanın alt bilinci, təhtəl idraki dilsəldir, lingvistikdir. Sən o, yəni dil vasitəsilə insanları müalicə edə bilərsən. O bunun müalicə usuludur. Adada yəni mən buralara gəlib çıxmaq istəmirdim. Yəni söz gətirdi. Biraz geriyə qayıdım, Azərbaycana qayıdım. Azərbaycanda Sovet İttifaqında Elmir bəy hətta nazistlərdən fərqli olaraq dil mühəndisi çox uğurlu aparıldı. Onların vaxtı yox idi. Onlar zaman olmadı. Doğru. 12 ilə nə edirlər? Başa düşürəm. Zamanları olmadı və Azərbaycan Respublikasında da bunun nəhəng təsiri o qədər böyük idi, o qədər dərin idi ki, Azərbaycanlı türkün, Qazaxıstanlı türkün hamısının zehniyyətini demək olar ruslaşdırdı. Yəni biz indi Azərbaycanda mən baxanda hətta yenə də Rusların müxalifi bizim yazarlarımız, düşünərlərimizin çoxu rusca düşünür. Yəni onların düşüncə sisteminə baxın. Necə biz farsça düşünürük? Mənim İranda belə bir sloganım var, şuarım var. Çox kəlmələrə diqqət eləməyin. Farsça kəlmələrdən imtina eləmək olar. Amma sizin danışıq tərziniz farscadır. Bilirsiniz, biz kəlmələri farscanın qrammatikasına töküb danışırıq Güney Azərbaycanda. Və bu böyük dəhşətdir. Çox böyük dəhşətdir və bundan canımızı qurtarmalıyıq. Azərbaycanda da belədir. Yəni Azərbaycan dili üç baxımdan söz sırası və söyləm. Söz, qrammatika və diskurs baxımından təəssüflə əvvəl ruscanın, sonra farscanın və sonra ərəbcənin geniş təsiri altındadır. Və bu haqda da reaksiya görmürəm cəmiyyətdən. Hətta mən vaxtı ilə qoyun elə adını yarımçıq çəkimdə, tam adını deməyim, amma elə deyim ki, bilinsin. Çox da mənim sevimli dostumdur. Atatürk Mərkəzinin sədri ilə mən danışırdım. Bir gün mənə dedi ki, Eyvaz, bu Anadolu türkləri çox mekaniki danışırlar. Mənim bir ustadım var idi, mənə İstanbul türkçəsi öyrədirdi Tahranda, mən də ona Azərbaycan türkçəsini. Buna təmiz türkçə öyrədəndə mənə qayıdıb deyirdi, sən ərəbcəni də bilirsən, farscanı da. Mənə o möhtəşəm türküyü öyrət. Möhtəşəm türküdən məqsədi ərəbcənin, farscanın qarışığından hibrid, qəliz bir türkçədir. Bu hibrid, bu calaq türkçə Azərbaycanda bu saat hakimdir. Və biz bu dili, mən də bir Azərbaycanlı olaraq, yəni özümü özcə bilmirəm. Yəni mənim sözlərim bir özcənin tənqidi hesab olunmasın. Mən özümü tənqid edirəm. Biz Azərbaycan türkçəsini əgər təmizləməsək, əgər bu qrammatik, söz, söyləm, diskurs bulaşıqlıqlarından təmizləməsək, biz dünyaya çıxa bilmərik. Biz Nobel mükafatı ala bilmərik. Kəmal Abdullah lütfən çox buna təşəbbüs göstərməsin ki, Azərbaycanlılar Nobel mükafatı alsın. Çünki burada dil məsələsi var. Burada dil zindanı var, dil məhbəsi var. Biz gəlib ora diqqətimizi əgər cəlb etsək diqqətləri və orada bir deprem yaratsaq, bir devrim yaratsaq, o hər nəyin yolu bizim üzümüzə açılacaq. Bu dil Sovet ideologiyasına formalaşmış bir dildir. Və bu dilin də o qədər motivləri var, Sovetdən gəlmə motivləri,
o motivlər qeyri-iradi olaraq, təhdəl idrak olaraq bizi danışdırır. Sovet sayağı hələ də danışdırır. Baxmayın ki, biz Sovetdən acığımız gəlir. Baxmayın ki, indi bizim Ruslardan acığımız gəlir. Ruslar deyəndə xalqdan yox, bir dövlət kimi. İqtidardan, Yəni, sırf metropoliyadan, başqa yox. və metropoliyadan danışırıq. Yəni bir imperiyadan danışırıq. Türk dünyasının Əlbəttə. yarısını oradan gəlib müstəmrə kimi, müstəmləkəyə çevirib oradan danışırıq. Biz burada əgər bu motivlərdən, bu təsirlərdən, bu geniş hermin axınından yaxa qurtarmasaq, bizim problemlərimiz olduqca qalacaq. Mən bir çox məsələyə toxunmaq istəyirdim Azərbaycanda. Necə hətta ərəbcə sözlər cövlan edir. Ərəblər onu elə işlətmir. Ərəblər inqilab sözünü belə işlətmirlər. Ərəblər bizim inqilab dediyimizə sonra deyirlər. İnqilab yəni çevriliş. İnqilab yəni mən məsələn Azərbaycan radionundan eşidəndə ki, Yəmən inqilabçıları, mən fikirləşirəm ki, Yəmən yəni çevrilişçiləri. Halbuki onun məqsədi Yəmən əs-sonrakılardır, devrimçiləridir də. Yəni hətta bizim devrim sözümüz var. Ərəblərin işlətmədiyi bir sözü işlədirik və o mənada da işlətmirik. Halbuki bizim öz dilimizdə, doğma dilimizdə o kəlmənin qarşılığı vardı. Çox da gözəl qarşılıqdır. Məsələn, son misalı verim, sözü verim sizə. Mən bir məqalə yollamışdım Azərbaycanda dövlət qurumlarının, çox yuxarısı yüksək dövlət qurumunda. Bu demişdi ki, siz bu imgə sözünü işlədibsiz, bunu imaja çevirək. Dedim, biz muğanda, mən əsalətən muğanniyəm. Biz muğanda imləşmək sözü işlədirik. Lapatişə sözünü işlədirik. Yəni o G şəkilçisini biz işlədirik də. Dil də bizə izin verir. İzin verir ki, şəkilçilərdən istədiyimiz yerdə istifadə eləyək, qrammatika icazə verirsə. Necə olur ki, biz bunu işlədirik, amma bunu mən bir termin kimi gətirib imajın qabağına qoyanda sizi niyə bu qızdırır? Yəni, bu mənə çox qəribədir ki, Azərbaycan mühitində bəzən bir doğma kəlməyə reaksiya var, amma rusca bir kəlməyə reaksiya yoxdur. Çox sağ olun, söz verin sizə. Eyvaz bəy, bu çox maraqlı məsələyə gəldik. Əslində, gəlin belə deyək, bu tək Azərbaycanın problemi deyil. Bütün postkolonial dövlətlərin, yəni uzun illər müstəmləkə olmuş. Azərbaycan da 200 il idi, müstəmləkə idi. Bu bir sir deyil, mən burada sir açmıram. Yəni, istənilən müstəmləkəçiliyin müxtəlif növləri var. İngilis kolonizasiyası başqa aspektlərdən çıxış eləyir, Fransız kolonizasiyası başqa cür olur. Rus kolonizasiyasının da ən əsas aspekti bu idi ki, məsələn, mən burada qısaca bir ekskurs eləyim Rus fikrinə. Yəni, orada onlar açıq yazırdılar. Deyirdilər ki, İngilislər gedib uzaq məkanlarda, Hindistanda, nə bilim, Avstraliyada, hardasa koloniyalar qurdular. Fransızlar gəlib, nə bilim, Afrikanın bir hissəsini işğal elədilər. Bizi isə uzaq məmləkətlərə getmədik. Yanımızda olan məmləkətləri bufer zona kimi götürdük. Oradakı əhalini isə biz uzaq yadelli, bizim qullarımız, belə bir şey yoxdur. Biz onları assimilyasiya edib 2-3 nəsildən sonra ruslara çevirəcəyik. Yəni belə bir konsept var idi və Azərbaycanda da təbii ki, bu dil məsələsi belə qoyulmuşdu ki, ilk öncə bu assimilyasiya baş verməlidir və təbii ki, bütün koloniyalarda olduğu kimi hakim dil yerli dilin üzərinə keçirdi. Ona görə bizim bütün istedadlı adamlarımız, belə deyək, passionar insanlarımız tədricən uşaqlarını, övladlarını bu mərkəzi dövlətin özdə totalitar imperiya, Sovet vaxtı ümumiyyətlə çox dünyanın fövqəl dövlətinə çevrilmişdi. Qorxunç bir, belə, çox güclü bir dövlətə və o metropoliyanın dili təbii ki, bizim dili əzməyə gətirirdi. Başqa tərəfdən, belə deyək də, bizim dil ümumşərq demək, konseptinin bir hissəsi olub. Bu dil Aralıq dənizindən Hindistana qədər gedən bir zolaqda indiyə kimi qalmaqdadır. Aralıq dənizinin yanında da bizim dildə danışırlar, Hindistanın yanında, Əfqanistanda və s. Bu dili həmin o konseptdən çıxartmaq üçün ilk öncə əvvəl latın qrafikası bizim öz fikrimiz idi, o başqa, amma kirillik əlifbaya salınması ilə biz bu ümumi kontekstdən kənarlaşdırıldıq. Məsələn, mən hazırda musiqişünas kimi təəssüf ki, fars dilini bilmirəm,
Və mən məsələn bu kontekstdən kəsilmişəm. Bir çox məsələləri mən dostların köməyi ilə tərcümə edirəm. Ə, Bu konseptdən kənarlaşdırılmağımız bizim dilin çox xüsusi aspektlərə gətirib çıxarır. O ərəb dilində dediyiniz məsələləri, məsələn, mənəm özümə də maraqlıdır ki, məsələn, biz vətən deyirik də, bu al-vatan ərəb kəlməsidir. Amma indi ərəblər demək olar ki, onu işlətmir. Bilyad deyirlər, yəni torpaq, vətən yerinə bu kəlməni işlədirlər. Bir çox məsələlər əlbəttə bizim dildə konservasiya olunub. İndi isə Azərbaycan, belə deyim də, xüsusilə son 5 ildə biz artıq yenidən dekolonizasiya prosesi çox gücləndi. Biz artıq metropoliyadan həm siyasi, həm iqtisadi, həm geosiyasi, geokültür mənada ayrılırıq və biz artıq yenidən öz böyük, yaxın böyük şərqdə öz yerimizi almağa buna tərəf gedirik. Və dil də eyni ilə həmin bu dekolonizasiya faktorlarından biridir. Zaman buna çox böyük bir zaman lazımdır ki, dilin özündə də dekolonizasiya faktı baş versin. Maraqlı bir fenomendir ki, bizim dil hazırda 3 əlifbada yazılır. 3 əlifbada. Yəni Azərbaycan Respublikası Latin qrafikası ilə yazır. Siz Güneylilər ərəb xətti ilə yazırsınız. Dağıstanda bizim kifayət qədər böyük sayda soydaşlarımız yaşayır. Dağıstan Respublikasının, Rusiyanın tərkib hissəsi. Orada da kirillik əlifba istifadə olunur. Çünki Rusiyanın daxilində bütün xalqlar kirillik əlifbada yazmalıdırlar. Təsəvvür edirsiniz, bir xalq 3 əlifbada yazır. Bircə, yəni Çin heroqlifləri çatmır ki. Buna görə sizin dediyiniz məsələlər çox təbiidir. Yaxşı ki, siz bunun aspektin üzərinə vurğu elədiniz. Bu bizim üçün çox vacibdir, çox dəyərlidir, çox da maraqlıdır. Amma bu həm də bu böyük dekolonizasiya prosesinin bir hissəsidir. Mən belə düşünürəm. Ona görə biraz optimist baxıram bu işlərə. Buyurun. Elmir bəy, elə bil vaxtımız qurtarıbdır. Yox, bir neçə dəqiqə siz yekun verin söhbətimizə. Bir neçə dəqiqə biz yekun verək və söhbətimizi bitirək. Mən Elmir bəy, bu haqda bir kitab yazmışam. Buyurun. Kitab təqdim. Kitabın müvəqqət adı Calaq dildir və kitab geniş bir mübahisələrə köklənibdir. 250-300 səfərlik olubdur və Azərbaycanda, yəni bizim Azərbaycan türkçəsinin güney hissəsini ayırdım. Güney hissəsi üçün biraz primitivdir. Şüllərimiz biraz primitiv. Amma demək olar Azərbaycan Respublikasına aidi bunları ayırdım. Yəni bu güneydəki bir meyar dil adında indi bu günlər çap olacaq. Amma Azərbaycan Respublikasına bu fikirlərimi çox geniş izah eləmişəm. Yəni əslən dilin özünün Herderdən başlayaraq bir çox mütəfəkkirlərin nəzərincə ki, məsələn Sapir-Whorf, bunlar dilçidirlər, düşüncənin dilə öncəliyi barəsində geniş bunlar araşdırmalar aparıblar və adlar çoxdur, yəni mən burada onları saymaq istəmirəm və oradan o prizmadan demək olar özümüzə əlbəttə bir çözüm yolları da axtarmışam. Məsələn, Alain Badiou və ya Ernesto Laclau, bunlar iki filosofdular. Laclau ölübdür, Alain Badiou indi diridir. Bunların da dil mübahisələri var və mübahisələrindən bizə bəzi bacalar da açıla bilər. Bu mühümdür. Ya məsələn, fransızların çox mühüm bir filosofları var, diridir Jacques Rancière, adı Azərbaycanda çəkilmir, İranda da çəkilmir, amma olduqca ədəbiyyat üzrə, incəsənət üzrə nəzər sahibidir. Mən onu da gətirmişəm. Yəni bizim ədəbiyyatımız, məsələn Rancière'in təfəkküründən yan keçməklə bir çox şeyləri itirib. Ona görə ona toxunmuşam. Və bu kitabı mən indi lazım olsa, heç olmasa bir hissəsini sizə göndərəm. Ola bilsin, hamısı sizə məmnuniyyətlə tanış olardım. Məmnuniyyətlə. Mən xas bir yekun istəmirəm, çünki bu mübahisəni davam etdirəcəyim. Əlbəttə, indi bir ayrı yerdə də bu mübahisə olacaq. Biraz geniş. Burada fəqət bir nöqtəni söyləyirəm ki, biz Güney Azərbaycanda nə bizim insani qüvvəmiz var, dil barəsində biz müəyyən düzəlişlər, müəyyən islahat yürüdək. Nə də bizdə
akademik bacarıq var. Yəni biz Güneydə ümumiyyətlə bu sahədə akademik təhsil almamışıq və burada geniş bir araşdırmacı qüvvə olmaz ki, burada biz istədiyimiz islahatları dil üzərində aparaq. Bunların hamısı Azərbaycan Respublikasında təmərküzləşməlidir və biz onun üçün Azərbaycan Respublikasına mən indi bu cür müraciətlə danışıram. Yoxsa bunu elə Güneyə danışardım. Çünki bu bəzən hətta bəzi dostlara təhqir kimi də alınır. Yəni bizim tənqidlərimiz Əsla bəzən elə yersiz olmalı görünür. deyil. Yox, 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 yox. Bəzən yersiz görünür, amma bizim məqsədimiz o deyil. Həqiqətən təhqir mənası daşımır. Biz oranı demək olar biz güvənc ocağı kimi nəzərdə alırıq. O güvənc ocağına da öz tənqidlərimizi Təbii ki. yönəldirik. Mən yenə də məhbuslarıma azadlıq arz edirəm. Pişəvərinin xatirəsini və onun silahdaşlarının xatirəsini girami tuturam və sizdən də olduqca bol-bol təşəkkür edirəm ki, mənə bu fürsəti qazandırdınız. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Burada mübahisə deyil, müzakirə idi və çox maraqlı müzakirə idi şəxsən mənə. Mən düşünürəm ki, dil məsələsi çox vacibdir, olduqca. Sizə minnətdarlıq edirəm ki, bu məsələni qaldırdınız. Sizin fikirlərinizə görə minnətdarlıq edirəm. Çox vacib idi bu fikirləri dinləmək. Mən ümid edirəm ki, biz bu söhbətləri hökmən davam elətdirəcəyik. Çünki bu söhbətlər əslində nə qədər ki, xalq var, millət var, bu söhbətlər davam eləməlidir. Çünki dil də canlı bir orqanizmdir, mən belə hesab edirəm. Çox sağ olun Eyvaz bəy, minnətdaram. Sizə sağ olun və bütün dinləyicilərinizdən, tamaşaçılarınızdan da təşəkkür edirəm ki, bizi təhəmmül edilər bu yarım saatda. Sağ olun, Sağ təşəkkürlər. olun, sağ olun.